Sizi hamı salamlayıram. Hoş geldiniz. Siz burada benim kardeşim Eşad'ın anım günündə yığıldığınıza göre hamınıza minnətdarlıq bildirirəm. İkincide bütün Eşad'ın timsalında bütün Azərbaycan xalqımızın şəhidlərin hamısına Allah'tan rəhmət diləyirəm, qazilərinə can sağlığı arzulayıram. Allah hamımızın canı sağ eləsin. Ben Eşad hakkında çok danışmayacağım çünkü biraz hem kederlidir hem de Eşad bir o kadar da uzun ömür sürmüştü ki biz onun hakkında dastan yazardık. Eşad benim demiyorlar ki biz 4 kardeşiydik, balca kardeşiydik. Eşad'ın 4 yaşından demiyorlar ki benim yanımda olur. Öyle bir ailede büyüdük gelin. Benim ailemden birlikte. Eşad çok vətənpərvər olan idi. Çok qeyrətli olan idi. O mənfur düşmanlarımız bizi öz vətənimizdən qovalayanda o məndən gəldi. Həmişə deyirdi ki, "Mada bağışlayınız istəyirəm, ha dədə" deyirdi. Dədə, mən bütün qisasımızın hamısını bunlardan alacağım. Hələ də gəldi, çok Azərbaycan demiyorlar ki, sağ olsun Azərbaycan xalqımız öz xalqımızdır. Yerləşdik buraya, bize imkan yarattılar. Mesela qalxdı olduq, sonra geldik Bakıya. Eşad bu məktəbdə, 267 nömrəli məktəbdə oxudu, qutardı 11-ci sinifi. Eşad'a deyəndə ki, sən harada oxuyacaqsan, dedi, mən hərbiçi olacağım. Mən bir dəfə söz vermişəm, mən hərbiçi olacağım. Elə də yoldaşları buradadır, Vladikavkazda getdilər, qəbul oldular, oxudular. İkinci kursaydı da Bakı. İkinci kursta məktub gəldi ki, gəlin mən buradan aparın. Bizim torpağımızda müharibə gedir, mən burada oxumuram. Şimdi ondan büyük kardeşimiz getdi, onu Vladikavkazdan gətirdi, geldi burada da oxudu. Şimdi yəqin ki, onun cəbri yoldaşları daha yaxşı bilərlər oradan o yanını. Onu demək istəyirəm ki, Eşad çox vətənpərvər olan idi. İstiqamlı uşağı idi. Həmişə xalqının, qohum əqrabanın qeyrətini çəkən uşağı idi. Bizim birimiz oğlu itki düşmüştü. Elə gece gündüz deyir ki, onu tapacağım, onun qisasını alacağım. Allah bütün şəhidlərimizin hamısına rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Sinamıza da təşəkkür edirəm, sağ olun. Sizin hər birinizə ayrı-ayrılıqda xoş gəlmişsiniz deyirəm, təşəkkür edirəm. Əziyyət çəkmişsiniz, Eşad deyib gələn hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Hamımızın qarşısında baş əyirəm, cəmi Azərbaycan şəhərlərinin qarşısında baş əyirəm. Yəni, mən Eşad barəsində onu deyə bilərəm ki, mənim qardaşım vətən uğrunda canını verməyə hər dəqiqə hazır idi. Küçük yaşlarında, küçük yaşı olsa da, az yaşı olsa da, onun vətən sevgisi daha çox idi. Demək olar ki, o Vladikavkazda oxuyanda məktub yazıyorlardı ki, məni oradan bura gəlin, təcili aparın, mənim vətənimdə döyüş gedirsə, mən burada qala bilmərəm. Mən gedib öz vətənimdə xidmət etməliyəm. Onun necə deyə bilərəm, son xatirələrindən demək istəyirəm. Gəlmiş yerimizə, hətta anam dedi ki, oğul, bəlkə bu döyüşə getməyəsən indi onsuz da, bu səfər qalıb, dedi ki, ay anam, mən o döyüşə getməyə bilmərəm. Çünki oradakı uşaqların, əskərlərin hər biri mənim öz övladlarımdır. Az yaşı olsa da, amma o elə hiss edirdi ki, onun əskərləri onun öz balalarıdır. Dedi ki, anam hətta ona dedi ki, oğul, sən çox qabağa gedin. Dedi, yox, komandir həmişə öndə getməlidir. Mən arxada gedə bilmərəm. Yəni, Eşad az yaşı olsa da çox böyük ürəyi var idi, çox böyük şücaətləri var idi. O, hətta 94-cü il, məncə fevral ayıydı, nə vaxtsa getmişdi, döyüşə getmişdilər. Orada bir neçə gün 93-cü il idi, bəlkə də döyüşə getmişlər. Orada onlar mühasirədə qaldılar bir neçə gün. Ondan da böyük komandir var idi. Rəhimov idi məncə tanımıyası. Rəhimovla Allah onların hər birinə rəhmət eləsin. Onunla bərabər orada döyüşlərdə olmağına baxmayaraq öz əskərlərini sağ-salamat Azərbaycana qaytarmışlar. Qış fəsli olduğuna görə onların çoxlarının ayaqları, əlləri buz olmuşdu. Çox pis vəziyyətdə gəlib çıxmışdılar.
Yəni, İlşad barəsində mən o qədər danışa bilərəm ki, danışdıqca da ondan demək olar ki, doya bilmərəm. Yəni, mən o insandan doymadım. Bir də Sevinç xanım, sizə ən böyük təşəkkürüm odur ki, çox sağ olun. Sizə Allah kömək olsun. Sizi öz aramızda görməyimizə çox şad olduk. Çox sevindik. Yəni, bir icra nümayəndəsi olaraq sizə minnətdarlıq bildirirəm. Siz bizim hər birimizin borcudur. Bu, yəni, bunu bir söz kimi qəbul eləməyin. Biz bugün, bax, belə gəlib, geniş auditoriyalardan müraciət edə biliriksə, dövlət bizə bu səlahiyyəti verirsə, bax, o şəhid balaların, şəhid oğulların hesabına olur. Bugün bizim dövlətimizin rəhbəri də, bizim birinci vitse-prezidentimiz Mehriban xanım da hər zaman şəhid ailələrinə böyük hörmətlə, böyük ehtiramla yanaşır və bizim də bir mənalı olaraq borcumuzdur. Mən hər bir tədbirdə də şəhid ailələrinə deyirəm ki, siz bizə tədbirdə iştirak üçün heç zaman təşəkkür eləməyin. Biz sizə ömür boyu təşəkkürümüzü bildirməliyik. Bu bizim bir vətəndaşlıq borcumuzdur. Allah sizlərə çox sağlığı versin ki, bax, onun yarımçıq qalmış ömrünü, bax, beləcə gəlib biz danışmalıyıq, bayaq da tədbirimizi görməsində söylədiyim kimi, bu balalar bilsinlər ki, bu zəfər tarixi belə qeyd olunan bir tarix deyil. Nə qədər insanların göz yaşı bahasına, evlatlarını itirmək bahasına, bugün İnşallah ki, biz o Dədəbaba torpağımıza, Qərbi Azərbaycanımıza da dönəcəyik. Çünki bunu bizim ölkə rəhbərimiz deyil. Amma o torpaqlar üçün həsrət qalıb dünyasını dəyişənlər oldu. Yəni, biz onlara görə şəhidlərimizin də ruhları varsınlar. Baş əyliklə heç bir zamanda söylədiyim kimi o sözü bizə təşəkkür bildirməyik. Bu bizim borcumuzdur. Sevinç xanım, sizə mənim bir dənə xahişim var. Sizdən çox xahiş edirəm. Siz bizə təşəkkür edəsiniz, köməklik göstərəsiniz. 30 ildir mənim bu qardaşım burada şəhid adını daşısa da, onun bu məktəbdə imkan olmayıb ki, üstü qoysun. İnanıram sizə, güvənirəm ki, biz icra hakimiyyəti olaraq, nümayəndəsi olaraq mənim qardaşıma burada büstünün qoyulmasında bizə təşəbbüs göstərəsiniz, köməklik edəsiniz. Hətta eşitdiyimə görə məktəbimizdə təmir olunmaq vəziyyəti də var. Təmirində kömək edəsiniz. Yəni, Elşad Həmidov üçün, ailəsi üçün heç bir şey lazım deyil. Yalnız onun özü üçün nəsə etməyinizi sizdən xahiş edirəm. Biz ailəti qurumlar kömək olun bizə, dəstək olun. Məsələni qaldıraraq, hər kəsin öz vəzifə səlahiyyətləri var. Biz məsələni qaldıraraq sizin müraciətiniz əsasında nə cavab olursa biz sizə müraciətiniz cavabı sizə yönləndirərik. Çox sağ olun. Ümidvarım ki, hər şey yaxşı olur. İnşallah, mən sizə inanıram, güvənirəm. İnşallah ki, siz bu dəstəyi bizə deyəndə məktəbimizə, Elşad üçün edəsiniz. Yəni ki, burada bilənlər hamı bilir ki, biz dövlətdən Elşadın şəhid ailəsi olaraq heç bir maddi kömək görməmişik, istəməmişik. Mənim valideynlərim bugünkü rəhmətə gedib, amma dövlətdən heç nəyindən istəməyiblər, heç nəyindən dövlətdən şəhid ailəsi olaraq. İndi o olunmayan şeylərin hər bir şeyini Elşadın məktəbi üçün olmağı sizdən xahiş edirəm. Onun ən əsas da büstünün qoyulmasında, məktəbinin təmir olunmasında bizə dəstək olasınız. Sizdən çox xahiş edirəm. Ən əsas aidiyyatı orqanlara müraciət edəsiniz. Dövlət rəhbərinin diqqətində siz və qarşısınız. Bunu heç bir zaman etiraz edilməz ki, belə deyil. Hər zaman, çünki bizim ölkə rəhbərimiz hər zaman söylüyor ki, biz o gənclərə borçluyuq, onların ailələrinə biz borçluyuq. Yenə də deyirəm, qaldırdığımız məsələ ilə bağlı biz aidiyyatı qurumlara qanun vafiq olaraq müraciət edərik və onların da cavablarını sevirik. Çox sağ olun, Allah razı olsun, Allah köməyiniz olsun. Gələn bu insanların hər birinə də öz təşəkkürümü edirəm, əziyyət çəkiblər. Elşadın burada hərbisi, döyüşçü yoldaşları var, kursant yoldaşları var, sinif yoldaşları var. Ailə üzvləri ən yaxın, demək burada oturanların hamısı mənim öz ailə üzvümdür. Mən onların hər birinə ayrı-ayrılıqda öz minnətdarlığımı bilirəm. Təşəkkür edirəm hər birinizə. Bütün Allah cəmi Azərbaycan şəhidlərinə rəhmət eləsin. Biz onların qarşısında baş əyirik. İşlədilməsi xüsusən təkdə
ve yalnız müftedai için. Geç sana yaxşı yol, geç saçarın keçində yaşlayan, yoldaşlarım itkerlerimi, uşaqlarım gezmədi. Ana sənə bu, gözün arkada qalmasın, bizdən narahat olma. Sen de bir yerde oluşur kardeşim, bir yerde dolaşır. Arkamda geleceksin. Üzünə yaxşılıq. Sağ olun, sağ olun. Uğurlar olsun sənə. Yaxşı yol oyuna xeyir. Sağ salamat, get qayıt gəl. Qardaşım, üzünə yaxşılıq. Oyunlar, oyunlar, seni beslemem, kaytarar, kaytarar. Senden teselli, bir zabit mundiri, bir cüt ulduzlu, aylı vagonlar. Senden teselli, bir zabit mundiri, bir cüt ulduzlu,
Meydandaki çarptığı ocağı onun elbisi Qeyd edək ki, filmdə çəkilənlər Elşad Həmidovun ailə üzvləri və 267 növbəli məktəb liseyinin şagirdləri olmuşdur. Elşad Qoşqaroğlu Həmidov 1974-cü ilin dekabr ayının 8-də Ermənistanın Basarkeçər rayonunun Əzizbəyli kəndində anadan olmuşdur. Onun ailəsi 1988-ci ildə Ermənistandan məcburi çıxarılmışdır. Həmidovlar ailəsi Qax rayonunun Zəyən kəndində məskunlaşmışdılar. Elşad orada 10-cu sinifin 3-cü rübünə qədər oxumuşdur. Sonra onlar Bakıya köçərək 9-cu mikrorayon Mircalar küçəsi, bina 53, mənzil 14 ünvanında yaşamışlar. Həmin vaxt Elşad 267 nömrəli məktəbdə təhsilini davam etdirmişdir. 1990-cı ilin yanvarında 10-cu sinifə qəbul edilən Həmidov 1991-ci ildə 11-ci sinifi bitirmişdir. O, oxuduğu müddətdə öz təmkinliyi, sakitliyi və müstəqilliyi ilə həmyaşıdlarından fərqlənirdi. Elşad həmin il, yəni 1991-ci ildə Kırım şəhərində hərbi məktəbə qəbul olunmuşdur. O, 2-ci kursu başa vurduqdan sonra Bakıya qayıdaraq hərbi akademiyada təhsilini davam etdirmişdir. Ona müharibə şəraitində olduğu üçün vaxtından əvvəl diplom vermişdilər. Sonra Türk hərbiciləri ilə təlim keçən Elşad leytenant rütbəsi almışdır. Elşad Həmidov 1994-cü ilin aprelin 19-da Ağdam bölgəsində hərbi xidmətə göndərilir. Xidmət borcunu layiqincə yerinə yetirən Elşad 1994-cü ilin aprel ayının 21-də qəhrəmanlıqla həlak olur. Həmidov Elşadın adı Bakı şəhəri Xalq Deputatlar Sovetinin Rəyasət Heyətinin 10-107 sayılı 23.09.1994-cü il tarixinin qərarına əsasən 267 nömrəli məktəbə verilmişdir. Qarabağ uğrunda şəhid olan Elşad Həmidovun adını əbədiləşdirməsi ilə əlaqədar olaraq məktəbdə xüsusi köşə yaradılmışdır.